Qax sakini olan 11 yaşlı ikinci qrup əlil Elçin İsmayılovun pensiyası kəsilib. Uşağın valideyni deyir ki, 6 ildir ki, 50-yə görə övladına pensiya alıb. Amma son 6 aydır ki, uşağa verilən pensiya heç bir səbəb göstərilmədən dayandırılıb. Qax rayonunun Qorağan kəndində yaşayan İsmayılovlar ailəsinin 11 yaşlı övladı Elçin İsmayılovun sol əli anadan gəlmə qüsurludur. Elə buna görə də ona ikinci qrup əlilliyi təyin edilib. Yəni uşağın sol qolunda qoruma gedir, yəni uşaq qolu işləmir. 6 il uşağın əlilliyini aldım, 6 ildən sonra ala bilmirəm. Valideynləri deyir ki, 2 dəfə pensiyanın bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsələr də imtina gəlib. Sonuncu dəfə 6 aydır bir dəfə imtina gəldi ki, uşağın MK mı nə deyirlər, onu keçirdik. Yəni bir də vurmuşuq, bir də imtina gəldi yəni. Mustafa İsmayılov deyir ki, dövlət tərəfindən ayrılan müavinətlə uşağının dərmanlarını və müalicə xərclərini qarşılayırdı. Lakin hazırda maddi durumları yaxşı olmadığı üçün 11 yaşlı Elçinin müalicəsi yarımçıq qalıb. Uşağa ayda hardasa bir dərmanlasa da 150 manat çıxır. 3 aydan bir də bunu o masaj, fizikoterapiya 600 manat pul çıxır. Yəni bugünkü gündə bu ailənin imkanı yoxdur onu verməyə. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildi ki, pensiyanın dayanmasına səbəb Elçin İsmayılovla bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən Forma 88 göndərişində ekspertiza üçün əhəmiyyətli məlumatlar yetərli olmadığına görə elektron sistem üzərindən onun əlilliyinin qiymətləndirilməsi mümkün olmayıb. Buna görə də vətəndaşın Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim ekspertləri tərəfindən elə evindəcə əyani müayinəsi aparılıb. Müayinə nəticəsində Elçin İsmayılovun hazırki sağlamlıq vəziyyətinin əlilliyə əsas verdiyi müəyyən edilib. Qısa müddət ərzində vətəndaşın əlillik təyinatı barədə qərar elektron sistemə daxil edildikdən sonra müvafiq sosial ödənişlərini ala biləcək. Nəticə itibarilə problem də həllini tapdı. İlkin Piranov, Fidan Səfər, Space Xəbər, Qax.